Salam uşaqlar, bugün insan cinsiyyət sistemi iş dəftərindən izahını verəcəm. Birinci şəkildə bizə rəqəmləri verib, onların qarşısına misal da veribdir və necə yazacaq? Birinci nədir? Birinci uşaqlıqdır. Uşaqlığa biz yazacaq böyük H uşaqlıq. Böyük H uşaqlıq. Bunun qarşısında isə seçəcək uşaqlıq. Bundan sonra da qarşısındakiləri seçəcək. Burada uşaqlığı da olan funksiyası mayalanmış yumurta hüceyrənin inkişaf etdiyi və dölün böyüdüyü orqan. Deməli, döl harda inkişaf edir? Bu uşaqlığın daxilində. Bir də balaca yazaram. İkinci nə yazaram? İkinci nə idi? İkinci yumurtalıqdır. Burada yumurtalıqdır D yazıram. Qarşısında D-nə yumurtalığın funksiyası nə idi? Onu seçəcəm. Yumurtalığın funksiyası F. Yumurta hüceyrələrin estrogen və progesteron hormonların əmələ gəldiyi yer. Burada D ilə F yazacağım. 3-ə yazıram uşaqlıq borusu. Uşaqlıq borusu hansına uyğun gəlirdi? J-də var idi uşaqlıq borusu. Uşaqlıq borusunda funksiyası yumurta hüceyrənin uşaqlığa ötürülməsi və mayalanmanın baş verdiyi yer. Burada G, balaca G. Sonra 4-ə yazacağım. 4-ə uşaqlıq boynu böyük F. Uşaqlıq boynunun da funksiyası burada İ-də var. Uşaqlıq yolu ilə birləşdirir və doğuş zamanı açılır. Bunu İ yazacağım, balaca İ. Sonra 5-ə yazacağım. 5-ə, uşaqlıq yolu. Uşaqlıq yolu hansındaydı? A-daydı. Və uşaqlıq yolunun da funksiyası nə idi? Uşaqlıq yolu. Mayalanmanı təmin etmək üçün spermatozoid qadın reproduktiv orqanı ötürməni təmin edir və yaxud da yumurtacı uşaqlıq yolunun funksiyası yumurtacı uşaqlığa ötürülməsinə mayalanmanın baş verdiyi yer, xeyr, mayalanmış inkişaf etdiyi və dölün böyüdüyü orqan uşaqlıq yolu ilə birləşir, doğuş zamanı açılır. Bu uşaqlıq boynudur, bu uşaqlıq xarici cinsiyyət orqanı birləşdirən elastik J. Bu qədər J. İndi isə buna keçəcək kişi cinsiyyət orqanları. Kişi cinsiyyət 5-dən sonra 6-nı keçəcəm. 6-da buradan İ toxum kisəcikləri 6 idi. Toxum kisəcikləri. Birdən ona da uyğun spermatozoidin son saxlandığı yer deyə bilərəm. B. Sonra 7-yə deyərəm prostatdır. Prostat vəzi G. Buradan yazıram. Prostat vəzidir. Buna da deyərəm spermatozin hərəkətini artıran və qoruyan maye biraz edir C. Sonra 8-ə deyə bilərəm uşaqlıq üzrsən. Toxum çıxarıcı kanal 8-ə deyərəm B. Toxum çıxarıcı boru böyük B. Və onu da qarşına yazaram. Spermat toxumdan çıxan xarici ötü D. Toxumdan çıxan xarici kisəyə gətirir və bundan sonra hansı qaldı? 9. 9-a deyərəm toxumluq Y. Və onun toxumluğun da funksiyası spermatozoid formalaşdırır, testosteron hormonu A. Ona deyərəm xarici cinsiyyət üzvü. Ona C. Və onun da qarşısına Y deyə bilərəm. Qadın reproduktiv orqanını ötürür. Bir Y-də deyə bilərəm. Bir də deyə baxaq nə idi? Spermat toxumdan çıxar xaricə ötürür. D-ni də deyəm mən. Spermanı toxumdan çıxardım. Xaricə ötürür. Və bunu B-yə 8-ə yazdım. Onu deməyim onda. Bunda bir də qaldı. Bir də burada uşaqlar. Xaya artımı. Diqqət etsəniz, burada bir dənəsini yazmayıblar. Xaya artımı, bax bu hissədir. Bax bu hissə. Xayanın üzərində bax bu hissə var. Bax bura xaya artımıdır. Xaya artımına K-nı yazıram. Onun da funksiyası burada kiçik K-nı verib bizə. Spermatozoidin ilkin toplaşdığı yer. Burada
Kiçik K-nı yazın. Sonra ikinci sualımıza baxaq. Sxemdə hansı proses təsvir olunubdur? Sxemdə aybaşı menstruasiya təsvir olunubdur. Buraya yazıram aybaşı menstruasiya və yaxud da aybaşı təsvir olunub. Deməli, birinci, üçüncü fazların adlarını, birdən üçə qədər fazaların adları. Birinci fazada, deyərik, aybaşı fazasıdır. Baxın, bu birinci hissə aybaşı. Aybaşının fazalarını yazacağım. Aybaşı. İkinci faza aybaşıdan sonraki faza. Başı sonraki. Üçüncü faza ise sarı cisim fazası. Cisim fazası. Cədvəldə deyir, sxemdə hansı strukturlar və maddələr birdən 5-ə qədər işarə edin rəqəmləri. Birincində follikulun, birincinə baxsaq diqqətlə, follikul inkişaf edir. Baxın, follikul inkişaf edir. Böyüyür, inkişaf edir. Deməli, buna yazaram follikulun inkişaf. Qısa yazıram, inkişaf. İkincinə yazaram, artıq inkişaf etmiş follikuldur. Formalaşmış follikul yaza bilərəm, yaxud da inkişaf etmiş. Formalaşmış, artıq tam formalaşıb yetişir. Baxın, burada tam yetişir, böyüyübdür. Formalaşmış follikul. Follikul yazaram. Üçüncündə yazaram, burada 3 ilə qarışdı yerləri. Yaxşı, bura 2 yazım, mən qarışdırdım. Burada 3 yazaram, yaxşı. 3-də ovulyasiya. Yəni follikul partlayır, yumurta hüceyrə xaric olunur. 4-də yazaram sarı cisim. 5-ə də yazaram hormonlar. Burada o progesteron və estrogen hormonlarının qrafik olaraq, sxematik olaraq düşüb qalxması verir. Yəni hormon yazaram, hormonların dəyişkənliyi edən hormon yazaram. 5-də burada şəkilə baxsaq diqqətlə estrogen və progesteron hormonların dəyişkənliyi verir. Birincində görürük follikul. Baxın, birincində follikul inkişaf edir. 2-də artıq tam inkişaf etmiş follikuldur. Birə baxın, inkişaf edir. Hələ böyüyür follikul. 2-də artıq tam inkişaf, böyüyüb, tam inkişaf edib. 3-də isə follikul partlayır, yumurta hüceyrə xaric olunur və partlanmış follikulun yerində 4-də sarı cisim əmələ gəlir. Üçüncü çalışma, diaqramda kişilərdə testosteron səviyyəsi onların bədən quruluşundan asılılığı göstərilir. Bura baxaq, testosteron səviyyəsinə, burada testosteron səviyyəsinin ölçüsüdür. Bu aşağı hissədə isə bel, kişilərin bel nahiyəsi. Bura diqqətlə baxsaq, bel nahiyəsi 94-dən az olsa, yəni bel nahiyəsi kiçik olsa, 94 santimdən azsa, testosteron ən yuxarı həddədir. Bel nahiyəsi 94-101 orta və 101-dən yuxarı olanlar isə testosteron səviyyəsi düşür. Deməli, bel nahiyəsinin ölçüsü artdıqca testosteron səviyyəsi düşür. Belə yazar. Bel nahiyəsi artdıqca testosteron aşağı düşür. Biraz qısa yazdım, tam ətraflı. Daha hansı amillər kişilərdə testosteron səviyyəsinə təsir göstərir? Kişilərdə testosteron səviyyəsinə təsir göstərən amillər, məsələn, birinci yaş faktorudur. Yaş çoxaldıqca testosteron düşür. Sonra fiziki aktivlikdir. Sonra fiziki aktivlik artdıqca testosteron qalxır. Fiziki aktivlik. Sonra yuxu rejimi, yuxu, qidalanma, stres. Bunlar hamısı testosteron səviyyəsinə təsir göstərən hamillər.